Balakərim Məmmədov küçəsi Qobu qəsəbəsində təqribən 10 il əvvəl salınan yaşayış masivindədir. Masif ildən ilə böyüyür. İndi burada 100-ə qədər ailə yaşayır. Küçə isə 10 il əvvəlki kimi yenə də asfaltsızdır. Adətən bizdə belədir ki, əvvəlcə vətəndaşlar məskunlaşır, ondan sonra onların kommunal və yol kimi problemləri çıxır. Eyni vəziyyət Qobu qəsəbəsinin Balakərim Məmmədov küçəsinin sakinlərinin də başına gəlib. Təqribən 10 ilə yaxındır ki, burada məskunlaşma var, ancaq indiyənəcən hələ də vətəndaşların normal yolu yoxdur. Yaşayış masivi Şubani dağının ətəyində yerləşdiyindən küçənin də yatağı gilli torpaqdan ibarətdir. Sakinlər xüsusən yağışlı qarlı günlərdə bu yolda əziyyət çəkirlər. Gördüyünüz bu yol, yəni yol demək də mümkün deyil. Yəni qış gələndə, yağış yağanda burada yəni hamısını məktəbə, bağçaya aparmaq, gətirmək 4 uşaq da bizdədir, çox çətin. Bura nə qədər daş dökülürsə qalmır burada. O çuxur donub qalxmalıdır, bir nə qədərsə qalxmalıdır. Müraciət eləmişik dəfələrlə, baxılacaq, yəni baxan da yoxdur. Hava yağış oldu, xəstəmiz oldu, buraya skor gəlmir, təcili tibbi yardım maşınları gəlmir. Onları da biz başa düşürük. O maşınlar bu mümkündür. Biraz da bu yoldan aralı olduğu üçün, biraz dağ tərəf olduğu üçün buraya heç bir texnika qalxmır. Qobu qəsəbəsindəki 137 küçənin çoxu bu vəziyyətdədir. Yalnız mərkəzi küçələr asfaltlanıb.